bilmirsən rəqqasədir, bilmirsən müğənnidir. Hoqqa verir, özü bilsin harda oxuyurlar. Hamısı da ailəvi restoranlarda oxuyurlar. Ailəni götürürlər, gəlib otururlar o qızlara baxmağa. Yubka bu boydadır. Bir dəfə fırlananda hər şeyini görürsən. Müğənni performans göstərməlidir, qəşəng rəqs eləməlidir. Amma qəsdən bilə-bilə bu ölçüdə yubka geyinib, fırlanıb hər şeyini göstərməli deyil də. Amma müğənni dediyimiz bu deyil axı. Siz Şakirasınız, yox Şakira deyilsiniz də. Onlarda kütlə qəbul eləyir də, lüt də çıxırlar. Nə bilim, bir düymə yapışdırırlar haralarınasa, çıxırlar da, o kəsim onu qəbul eləyir. Amma bugün Azərbaycan mentalitəti onu qəbul eləmir, onu istəmir, siz də eləməyin də. Mən başa düşürəm, nə qədər ki ailə ilə oturub sizi alqışlayacaq, kişilər, arvadlar, uşaqlar, bir o qədər də sizin yubqanız hər ki, ötən gün bir qədər də qısalacaq, bu normal bir şeydir. Əgər siz özünüzə orada təpki görsəniz, təbii ki, sabah eyni licimdə çıxmayacaqsınız. Kimin ailə tərbiyəsi yoxdur, ailəvi məkanlarda musiqi səslənir. Bunu bütün müğənnilərə şamil eləmir, amma çox-çox gözəl də, o yerinə uyğun davrananlar da var, bu ayrı məsələdir. Çox maraqlıdır, o restoranın sahibinin gerçəkdən xoşuna gələr, onun arvadı, uşağı otursun, elə bir müğənniyə baxsın. Sadəcə adam ayıb eləyir də, nə qədər video göstərir üzərindən şərh edəsin. Bir nəfər dəyişə bilməz, 5 nəfər də dəyişə bilməz. Nə qədər ki bu məsələdə də yumruq kimi olmayacaq. Valla soyunmağın da yeri var. Amma toplum içərisində soyunmaq olmaz ki. Lütlənmək olmaz da televiziyada, başınıza dönüm, olmaz. Xalq artistləri dünənə qədər geyindiklərini də bugün geyinmirlər artıq. Çünki biz onları elə sevirik də, elə almışdıq. Röya Ayxan idi səhv eləmirəmsə danışan. Deyir, toy məclisinə getmişdi. Nəsə deyir, qapalı görmüşdü. Toy sahibinin anası gəldi mənə yaxınlaşdı, dedi ki, yox, mən sənə başqa cür geyimdə görmək istəyim, başqa, o qəşəng açıq-saçıq geyinirsən. Röya Ayxan niyə qapalı geyinmək ki, bir şey ki, özümüz yalvarıq ki, sən Allah, soyunda xoşumuz gəlir, sənə soyunulu baxanda, düz deyə artıq çəkisi yoxdur, haradasa sülbütü filanı yoxdur, qəşəngdir də, bədən proporsiyaları qəşəngdir, həqiqətən qəşəngdir. Amma ki, özümüz deyirik ki, soyunda, ürəyimiz sıxıldı.